Və indi dünəndən bəri bilirsiniz ki, əslində dünəndən yox, bir neçə gündür ki, SSR bayrağı məsələsi gündəmə gəlib. Azərbaycanda SSR bayrağını qaldıranlar, onların buradakı agentləri və s. onlarla bağlı bir proses gedir və sabiq deputatın reaksiyası isə müzakirə yaradıb. Söhbət Arif Rəhimzadədən gedir. Deyib ki, bugün SSR, sabah isə Ermənistan. Nəyi nəzərdə tutub və indi SSR, Ermənistan və bu məsələlərin arasında aparılan müzakirələr bu istiqamətdəki müzakirələrin gedişatı bəzilərinin ortaya hansı mövqe qoyduğunu da bir daha müəyyənləşdirir. Bəli, Milli Məclisin sədrinin keçmiş müavini Arif Rəhimzadənin Bakıda SSR bayrağının qaldırılmasına münasibəti diqqət çəkib. O yeni sabaha açıqlamasında deyib ki, ölkədə demokratiya var və bu çox normal bir haldır. Sitat, deyir bilirsiniz, onlar da bir partiyadır. Azərbaycanda demokratiya var. Əgər onların sözlərini belə deyirlərsə, əgər özlərini onlar bu cür ifadə edirlərsə, qoy ifadə etsinlər, qoy desinlər. Digər tərəfdən noyabrın 26-sında SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən İbrahim Əsədli barəsində də 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Bu kontekstdə Bakıdakı aksiyanın, bax bu cür demokratiya kimi qiymətləndirən bir Arif Rəhimzadə var qarşımızda. Qlobal Infoya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, ümumilikdə ölkə qanunvericiliyində hər hansı xarici, xüsusilə mövcud olmayan dövlətin bayrağının qaldırılmasının cinayət və inzibati xəta olması barədə norma yoxdur. Hə, dəftər kitabla Arif Rəhimzadə düz deyir. Arif Rəhimzadənin fotosu qalsın. Arif Rəhimzadə düz deyir bu məsələdə ki, hə, bizə burada qanun qadağan eləmir. Hə, konstitusiyaya görə bəlkə də SSR bayrağının məsələn qaldırılmasına görə cinayət məcəlləsinin hansısa bir maddəsi yoxdur. Amma Əkrəm Həsənov deyir ki, həmin şəxslər bayraq qaldırdıqlarına görə yox, ictimai asayişi pozduqlarına görə məsuliyyətə cəlb ediliblər. Bayraq qaldırmağın özü ilə bağlı hər hansı məsuliyyət yoxdur. Bu qanunvericilikdə ciddi boşluqdur və tənzimlənməlidir ki, sabahları sən gedib faşistin bayrağını qaldırsan, hansısa bir terror təşkilatının bayrağını qaldırsan, yəni bu cinayət məsuliyyətinə cəlb eləməyəcəklər misən? Əslində cinayət məcəlləsində bu məqam öz əksini tapmalıdır. Xüsusilə də Azərbaycanı işğal etmiş bir dövlətin bayrağının qaldırılması pozuntu kimi qiymətləndirilməlidir. Formal olaraq Arif Rəhimzadə doğru demiş ola bilər deyir hüquqşünas, amma hesab edirəm ki, məsələ ayrıca qanunla tənzimlənməlidir. Bugün SSR bayrağını qaldıranlar sabah Ermənistan bayrağını da qaldıra bilərlər. Belə hallar üçün konkret məhdudiyyətlər olmalıdır deyib. Və hüquqşünas bildirib ki, Arif Rəhimzadə vaxtilə deputat və parlament sədrinin müavini olduğu halda belə bir qanun qəbul edilməməsi də təbii ki, sual doğurur. Burada söhbət bütün bayraqlardan getmir axı. Məsələn, Türkiyə və Pakistan bayraqları ölkədə tez-tez qaldırılır və bu normaldır. Söhbət Azərbaycana qarşı düşmən mövqedə olmuş dövlətlərin bayraqlarının qaldırılmasının hüquqi cəhətdən tənzimlənməsindən gedir. Xatırladaq ki, sosial şəbəkələrdə keçmiş SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdullah İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb və ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi də müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı isə kommunist ideologiyasının tətbiqinə və onun təbliğinə yönəlik çox sayda materiallar, bayraqlar, radikallığı təbliğ edən nüsxələr, CD disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb. Bəli, dəyərli izləyici, çox maraqlı bir məqamdır. Arif Rəhimzadə, eks-deputat, eyni zamanda demək Milli Məclis sədrinin keçmiş birinci müavini deyir ki, SSR bayrağının qaldırılması normaldır, bu da bir demokratiyadır və əgər onlar öz sözlərini belə deyirlərsə, qoy desinlər. Yəni adamı dilindən tuturlar və dili ilə etiraf edir ki, burada nə var ki, demokratiyadır deyir. Onlar bir partiyadır. SSR deyə bir partiya varmı? Və yaxud da ki, SSR-nin Azərbaycanın işğalında, Rusiyanın Azərbaycanın işğalında necə iştirak etdiyini qocaman Arif Rəhimzadə bilmirmi? Demokratiya deyir. Demokratiya deyəndə ağzına ancaq bu mu gəlir onun ki, SSR bayrağı demokratiya deməkdir. Azərbaycanda demokratiyanın şərtləri təkcə hansısa bir qrupun SSR bayrağını qaldırmasıdırmı? Yəni bunlar istəsələr də istəməsələr də özlərini biruzə verirlər. SSR bayrağını görəndə, SSR-yə aid atributları, Rusiyanı görəndə, Rusiyanın bayrağını görəndə, Putinin sifətini görəndə bunlar bir şövqə gəlirlər. İndi də bəzi rusbaşlar yenidən bir hərəkətləniblər ki, hə, müharibə bitir və Rusiya qalib gəlir. Bax, bunları tanıyın, yaddan çıxarmayın. Nəyə görə? Çünki bunlar heç Rusiyanın 5-ci kolonun gizli üzvləri də deyirlər burada. Açıq-aşkar üzvləridir. Və belə kritik bir məqamda, Rusiya ilə münasibətlərin bu qədər gərgin olduğu bir məqamda bunlar Rusiyanın SSR-nin bayrağı ilə bağlı məsələlərə utanmadan demokratiya deyirlər.
Bəli, demokratiyada da nə var ki burada? Demokratiyada onda demokratiyanın bir çox atributlarını da tətbiq eləmək lazımdır. Edirsinizmi? Demokratiya deyəndə yadınıza, ağlınıza, dilinizə təkcə SSR-nin bayrağı mı gəlir? Bu demokratiya deyil sizin dediyiniz. Bu anarxiyadır. Bir ölkədə oturub, onda belə çıxır ki, sabah gedib o qondarma Artsakın, onların vaxtının Artsak dediyi o qondarma qurumun əski parçasında kimsə qaldıra bilər ki, demokratiyadır da. Sizin məntiqiniz onu deyir. Faşistlərin, nə bilim, hansısa 50 cür partiya var dünyada. Terrorizmi təbliğ edəni var, nə bilim, zərərli meylləri təbliğ edən partiyalar var. Hər partiya gəlib Azərbaycanda bayraq qaldırmalıdır. Sizin məntiqinizlə. Fikir verirsiniz, dərhal necə müdafiəyə keçdi? Özgəsi vaxt bunu söz soruşmaq mümkün deyil. Dünənə qədər, bir ay bundan əvvələ qədər deyir ki, Ramiz Mehdiyev mütləq yaddan çıxarılacaq. İndi sən yenə deyir ki, mənə bu barədə sual verməyin. Təqsirsizlik prezumpsiyası var. Nə təqsirsizliyi? Məhkəmə onun barəsində qərar qəbul etməyib, ona görə biz onu partiyadan çıxara bilmərik. Siz məhkəmə belə də nəzər alansınız. Siz məhkəməni gözləyən idiniz bugünə qədər. Ürəyiniz istəyəndə heç məhkəməni də gözləmədən hamını bir-bir çıxardınız partiyadan. Çıxardığında niyə gözləyirsiniz? Nəyə görə gözləyirsiniz? Siz demokratiya tanıyansınız, Arif Rəhimzadə. Siz demokratiya qəbul eləyənsiniz, Arif Rəhimzadə, və indi durdan birə SSR bayrağını görəndə yadınıza demokratiya düşdü. Axı kimi anladırsınız? Azərbaycan cəmiyyətini bu cür aldatmaq olmaz axı. Nə oyundu, nə hoqqadı, niyə SSR Rusiya gələndə sizin bütün üzünüzdəki, gözünüzdəki bütün qırışlar açılır? Niyə bu qədər səxavətli şəkildə demokratiyadan danışırsınız? Ölkədə demokratiya deyəndə, demokratiya istəmək məqamı çatanda yadınıza ancaq kiminsə SSR bayrağı qaldırması düşür və siz demokratiyanın nümunəsi olaraq etiraz edirsiniz siz onların tutulmasına. Xeyr ola. Nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, burada bu partiyanın demokratik hüququ mu pozulub? Onlar da deyir, öz sözlərini belə deyirlərsə, qoy desinlər də. Həqiqətən də bəzən sözə ehtiyac olmur, amma bu cür adamları tanımaq üçün sadəcə hərdən bir sual vermək lazımdır. Dəyərli həmkarlarıma Yeni Sabaha da təşəkkürümü bildirirəm ki, onun bu açıqlamanı alıb və onu bu formada da ifşa eləyib.